Yəni ona baxaq, əvvəldə varsa deyərsiniz. Birinci onu deyim. Bu əslində dostlar, bura yazdığım kimi həm modeldir, kitabda da bəlkə də lap birinci şeydə cəhdə qoşulanlar vardı aranızda. Mətnləri böyük ehtimal görmüsünüz. Həm də ki 2023-ün qəbuludur. Və görürsünüz, məsələn, biraz əvvəlki illərdə mətnlər həqiqətən rahat düşürdü. Bu son bir neçə ildir çətindir. Yəni belə götürəndə, yəni ağır level deyil də. Məsələn, hardasa A2, B1 arasıdır mətnlər burada. Deməli 10 dedirsiniz. Ona baxaq. Deyir ki, mətndə hansı sualın cavabı var? Bu ənənəvi suallardan da elə deyil. İndi məsələ nədir? Birim yoxdur uşaqlar cavabı. Çünki entertainer bunu saraya necə deyərlər? Entertainer kimi qəbul edir, yəni işə götürür. Entertainer də bizim dilimizi tərcümə eləyəndə türklərdə palyanço deyirlər, bizdə də hər halda təlxəy deyirlər, ya nə bilim, bildiyim qədər belə gedir də bu formada. Amma məsələ nədir? Bizdən soruşur, ona necə kömək elədi? Bax, fikir verin, yazıb Koryat, Prins Henry'ə entertainer olaraq, yəni ki, palyanço olaraq necə kömək elədi? Hep bilirsiniz ki, nə demək kömək eləmək? İndi məsələ burasındadır ki, işə götürməyinə götürür, bəli, gedir orada entertainer kimi çalışır, bu öz yerində. Amma necə kömək elədi, nə formada dəstək oldu və yaxud da nəsə hansısa bir işlərmi gördü o sarayda, bunu mətndə qeyd eləmir. Bu o deməkdir ki, belə deyək də, bunun cavabı yoxdur. Biri atdınız. 2. Specialty sözünün mənasını kim deyər? Nə deməkdir? Yox, məxsus yox uşaqlar. Burada ixtisas gedir, bəli. Profession sözü, occupation sözü bunlarla sinonimdir. Demək istəyir ki, burada indi kollec yazıblar. Çox vaxt xarici ölkələrdə kollec universitet kimidir. Universitetdə oxuyanda Koryatın ixtisası nə olub? Yəni hansı ixtisasa yiyələnib? Get nə deməkdir? Əldə eləmək. Yəni hansı ixtisası əldə edib də bu insan? Bunun ixtisasını verməyiblər uşaqlar. Yəni universitet ixtisasını verməyiblər. Məsələn, bəzən tələbələr nəyi qarışdırırlar? Entertainer məsələn sözünə görə ikini götürürlər. Deyirlər müəllim axı ora entertainer yazılıb, niyə də götürməyim? Amma məsələ odur ki, səndən sarayda nə vəzifə daşıyıb istəmir. Səndən soruşduğu bunun universitetdəki vəzifəsidir. Nə üzrlü sayın, ixtisasıdır. Bu da getdi öz işini. 2-ni atdıq. İndi gəldik 3, 4, 5-ə. 3-dən burada bir söz var. Tend to. Mənası nədir? Tend to. Bu başqa. Bəs tend to. Tend də özü. Yox, uşaqlar. Tend to meyilli olmaq nəyəsə. Bax, read də bilirsiniz də oxumaq da elə deyil. Yazıb ki, niyə görə? Özə sizə bir dənə bir söz deyim uşaqlar. Bax, mən çox tələbədə nəyi görmüşəm? Bu 10 və 15-ci sualları yazanda sualın qabağındakı bu əvəzliyə baxmırlar, sual əvəzliyini. Səndən nə istəyir? Elə baxır, tutaq ki, deyək də, hə, insanlar deyir ki, travel macəraları oxumağa meyilli idi. Baxmır ki, burada səndən nəyi soruşur? Niyə meyilli idi? Ya məsələn 4-də hara getdi, onu soruşur. Aydındır? Yəni sizin əsas fokuslanacağınız əslində tərcümə bunun qabaq hissələridir. Çünki bunu çoxunda müşahidə eləmişəm. Cümləni tərcümə edir, amma suala baxmır. Səndən nə istəyir? Məsələn, gedir, tutaq ki, deyək də, cümləni tərcümə edir azdan çoxdan. O sözü mətndə görən kimi götürür cavabı var. Amma bir qabağına bax, gör səndən nə istəyir bu? Məsələn, niyə deyir? Bir dənə burada uşaqlar haşiyə çıxmaq istəyirəm. Bir dənə yuxarıya qalxım. Və o dinləmədə də belə bir şey var. Məsələn, 3-cü suala baxın. Çox adam burada beyni yazır. İlk başda. Niyə görə? Çünki orada yaş limitindən danışırlar. Elə deyil. Oğlan soruşur ki, yaş limiti var. Qız da deyir ki, var. Amma bunun qabağında səndən nəyi soruşur? Vay, nə deməkdir? Niyə var? Yəni səbəbini istəyir, amma səbəbini deməmişdi. Ona görə B sən doğru cavabın deyil. Dimin də ən çox tələbənin çaşdırdığı məqamlardan biridir. Yəni biz o qabaqda məndən nəyi istəyir, ona odaqlanmırıq. Sözümün canı budur. Davamını hə, yaş limiti gördüm, nə bilim, mətndə gördümsə ya dinləmədə eşitdimsə həmin variantı götürürəm. Bir bax gör burada səndən nə istəyir? Səbəbi, yoxsa nə bilim, necəliyini mi istəyir, harda olduğunu mu istəyir? Bax bu formada onlara diqqət eləmək lazım. Nəysə, çox uzatmayım, gedək indi suala. 3. İndi burada deyir, niyə görə insanlar adventure macəra deməkdir. Oxumağa meyilli idilər. Səbəb nə idi? Uşaqlar, bunun cavabı var.
Baxıram yuxarıda 3-cü abzasda. Bax, bu hissəni mən bir dənə şeyə alım, siz də baxın. They also prefer sözü üstünlük verməkdir, elə deyil. Yazıb kiminsə, someone else, kiminsə macəralarını oxumağa üstünlük verirlər. As ortada gələndə 2 dənə cümləni bağlayanda mənası çünki deməkdir. Çünki səyahət nə idi həmin dövrdə? Çətin və təhlükəli. Deməli, onda cavab nə olur bizdə? Cavab olur ki, səyahətlər çətin və təhlükəli olduğuna görə insanlara maraqlı gəlir də onu oxumaq. Görüm, məsələn, səyahət edəndə başına nə iş gəlir, nə formada tutaq ki, bu səyahəti tamamlayır. Bu həmin adamlara maraqlı gəlirmiş. Ona görə də doğru cavabımız ola bilər 3. 3-ü götürürəm. Sonra gəlirəm 4-ə. Buradakı beside sözü mənası başqa savayı demək. Tələbələr qarışdırırlar bunu beside-la, yanında sözü ilə. Qoy Word açılsın. Baxın, bir var beside, o yanında deməkdir. Məsələn, sinonim ola bilər next to, yanında. Bir də var uşaqlar, besides, besides yazılır, besides. Bu da başqa savayı anlamında gedir. Bunun məsələn sinonimi ola bilər except. Məsələn, bu da başqa savayı anlamında istifadə olunur. Məsələn, deyirsən ki, ad günü partisinə hamı gəlmişdi, bax ki, Güneldən başqa, ya da Güneldən savayı, bax o anlamda. Bax, yəni bu sözləri qatmayın. Beside olur yanında, sonu s-la bitməyən. Besides olur savayı, yəni başqa savayı anlamında. Mən həmişə deyirəm ki, belə yadda saxlayın. Buradakı s və bunun sonundakı s-la yadda saxlamaq olar ki, yəni savayda da s olduğuna görə besides savayı anlamını verir belə. İndi gəlirəm testə dostlar, yenə qaydaq bura. İndi demək istəyir ki, Koryat Avropadan başqa hara getdi? Hara gedir? Baxın. Deməli, İrana, bu Persiya yazılan İrandır, elə deyil. İrana gedir, bir də Hindistana gedir. Belə, demək onda cavabı oldu. Sonra, indi uşaqlar, bir məsələ də var, onu da deyim sizə. Məsələn, burada Avropa ölkə deyil də, Avropanın qitə kimi yazıblar. Biraz bir balaca da coğrafi bilik tələb eləyir, nə baxımdan? Ki, sən fikirləşəsən ki, Avropadan başqa, məsələn, Asiya ölkəsi sayılır da Hindistan, elə deyil. Avropadan başqa da hara gedir bu? Asiyaya gedir. Yəni, bəzən dildə belə şeylər olur, xırda coğrafi biliklər istifadə edə bilirlər. Və sonuncu 5. Influence bilirsiniz, təsir eləməkdir, community cəmiyyətdir. Deyir ki, əlyazmaları, writing nə deməkdir, əlyazma? Cəmiyyətə necə təsir elədi? Uşaqlar, cəmiyyətə təsiri ilə bağlı da, bax, bu 5-ci paraqrafda geniş-geniş yazıb. Belə götürəndə, yəni gözlənilməz şəkildə təsir edir. Baxın, unexpected ways, yəni gözlənilməz deyəndə də əslində müsbət versiyalardadır. Çünki deyir, məsələn, yeni söz təqdim eləyir, ya nə bilim, musiqiçilərə kömək olur, bəstəkarlara falan bu formada. Ona görə 3-ü, 4-ü, 5-i götürə bilərsiniz. Sonra, deməli, çatda neçə? 8-i eşitdim. Bəs 6-da neçə? 2 ilə 4. Sonra 6-2-də deməli, burada higher sözü var. Higher sözün mənası nə deməkdir? Əslində deyə bilərsiniz, niyə görə? Uşaqlar, baxın, hire-ın bir kirayələmə mənası var. Elə deyil, kirayə götürmək. Bəlkə də elanlarda falan da görmüsünüz. Amma məsələ odur ki, biz insanı kirayə götürə bilirik, mədəni olmaq üçün deyirik işə götürmək. Bəli, axtarmaq yox uşaqlar, işə götürmək istəyir. Yəni axtarmaq başqa məsələdir. Bu sırf işə götürməkdir. Hərfin mənasına da baxın. Yəni hərfin məna nədir? Bir şeyin pulunu verirsən, kirayə istifadə edirsən də. Yəni bu da odur ki, biraz kobud şəkildə Koryata pulu verir və bundan istifadə edir. Yəni kirayələyir. Amma kirayələmə yenə deyirəm, insan düz gəlmədiyinə görə biz nə götürürük bunu?
işə götürmək. Və yaxud da biz keçən dəfə bir dənə dinləmə elədik. Orada hunting a job yazılmışdı. Hunt nə deməkdir? Ovlamaq. Məsələn, biz işi ovlamırıq axı. Amma işi ovlamaq deyil, iş tapmaq. Yəni ingilis dilində belə versiyalar var. Bəzən söz öz həqiqi mənasından bir balaca uzaqlaşır, cümlə daxilində fərqli şeylərə düşə bilər, situasiyalara. Yox, uşaqlar, himayəsi götürmək deyil axı. Himayə götürmək başqa şeydir, uşaqlar. Himayə götürmək onun, nə bilim, ehtiyaclarını qarşılamaqdır, ona, deməli, təmənnasız kömək eləmək. Hayır, amma işə götürmək anlamında gedir. Təmənnasız kömək eləmək başqadır. Bu adam gedir orada xidmət eləyib pul alır. Bu, onu himayə eləmək olmaz axı. Hə, nəysə, uzun sözün qısası. Gedək bir dənə yuxarıda bunun yerini göstərim. Çox keçdim. Hə, bura baxın uşaqlar. Burada. Bu cür. Not long after. Yəni ki, Eee, belə deyək də, long after nə deməkdir? Çox keçmədən, yəni uzun çəkmədən, long uzun deməkdir. Yəni Koreya təhsilini bitirəndən sonra uzun keçmədən, o kimi işə götürür? Prince Henry işə götürür. Bax fikir verin, employee yazılıb. Əslində oradakı hire sözü employee sinonimidir. Yəni employee işə götürmək, gətirib onu yazıblar hire formasında. Bir də bizdə burada belə bir söz var. Bu da uşaqlar əslində orada not long after sinonimi götürülüb, kimi götürülüb. Yəni təhsilini bitirdikdən sonra çox keçmədən, çox çəkmədən belə. Ona görə bunu turu götürmək olar. Sonra neçə dediniz? Yoxsa hansısa var? 6-4 idi. Baxaq. Hə, 8-ə də baxın. Yadımda qaldı. 6-4-də uşaqlar, baxın. Limit sözü bilirsiniz də, o da limitlənmək, məhdudlanmaq deməkdir. Yazıb ki, Thomas Koryatın səyahəti Avropa ölkələri ilə məhdudlaşmamışdır. Əslində bu düzdür. Niyə görə? Məsələn, mən burada 4-də dedim sizə, sadəcə Avropaya getməyib də, məsələn, Asiyaya gedib, Asiya ölkələrinə, Hindistandır, İrandır, bu tip ölkələrə gedib, ona görə bunu turu götürmək olar. Yəni sadəcə Avropa ilə bunun səyahətinin olmadığı məhdudlaşmadı. Baxın, çıxıram yuxarıda, bax yerinə göstərəm sizə, fikir verin, buradadır. Hə, bir də burada beyond sözü var. Bu da başqa savayı deməkdir. Yəni Avropadan başqa qərara gəlir ki, nə eləsin? Şərqi Aralıq dəniz sahillərinə getsin. Bu Aralıq dəniz gedir. Sonra İrana getsin və Hindistana getsin. Bu belə. Sonra 8. Sonra 8-dən əvvəl 7-də hər halda düz yazmısınız deyə demədiniz. Burada yenə də bir şey demək istəyirəm. 3 nöqtə düşməyib, amma yenə də siz bura qoyursunuz. Da elə deyil, əvvələ qoymaq lazımdır o cümləni. Bax yenə bax burada həmin qaydadır. Z ilə başlayır cümlə. Sizə demişdim, cümlə Z ilə başlayanda nə etmək lazımdır? Əvvəldə mübtədanı nədə götürməlisən? Cəmdə. O mübtəda cəmdə olmalıdır ki, sən onu Z ilə əvəz edəsən. Çünki Z cəmləri əvəz edir. Hətta tutaq ki, it olsaydı əgər, onda deyərdin ki, müəllim, əvvəldəki mən bu cümləmin mübtədası təkdə olub ki, onu itlə verirlər. Məsələn, belə eləyərəkdən vaxtınıza da qənaət edə bilərsiniz də. İndi təbii ki, orada yenə qəbulda sizə Z formasına düşsün o boşluğu tamamlama testlərində. Məsələn, görürsünüz A-dır, B-dir, C-dir. Bu konkret çıxır bunlar. Bax, Word burada təkdir. Sən bunu Z ilə verə bilməzsən. Tur təkdir, second book təkdir. 2 dənə variant qalır. D ilə Y. D-ni ona görə atıram ki, breakdown tənəzzül demək. Sosial tənəzzül. Axı mən deyirəm müsbət təsir edib. Necə sosial tənəzzülə səbəb ola bilər? Çünki sosial tənəzzül deyəndən sonra oturub o kitabı, əlyazmaları tərifləyə bilmərəm axı. Sosial tənəzzüldən sonra elə mənfi cümlələr gəlməlidir. Amma 5-ci paraqrafda müsbət şeylərdən danışır deyə, ona görə doğru cavab kimi götürürəm nəyi?
Yeni. Keçək 8-ə. 8 uşaqlar, elə bu sözlər olan hissəyə gedək, çünki bunlar xüsusi isimlərdir və əgər testdə görsəz ki, sizə xüsusi isimlər veriblər, çalışın yerinə onun mətndə həmin o hissəni tapın. Çünki söhbət o hissələrdən gedir. Bax, görürsünüz, yenə Hindistan, İran və belə-belə ərazilər qeyd edilir. O da məndə buradadır. Görürsünüz, bura səyahət eləyəndə nə eləyib o? He sent home, baxın, detailed letters describing his experiences and observations. Yəni o evə öz deməli təcrübələrini və observation nə deməkdir? Müşahidə. Elə deyil, müşahidələrini təsvir edən detallı, detailed elə detallıdır. O vibe-ı da verir adama. Detallı məktublar göndərdi. Bax sənə bu cümlə lazımdır ki, təcrübə və müşahidələrini evə göndərir məktublarla. Bax, C variantı. Fikir verin. İndi o biri variantlara baxaq. Bunu səhv yazan hansı variant yazmışdı? Hansı? D. Yazıb ki, Koryat managed to publish his experiences and observations in a book. Koryat deyir ki, öz təcrübələrini və müşahidələrini kitab şəklində publish nə deməkdir? Çap etmək, əla. Öz deməli müşahidələrini çap etməyi bacarır. Mən elə bilirəm bacarmadı bunu. Gəlin baxaq. Baxaq. Yox, burada bu sözü var. These were published. Bu cümləni deyirsiniz. These were published while he was still abroad. If he had lived longer, he would certainly. These were published. Düzdür, bu hissədədir. If he. Gözüm inşallah. Düzdür, uşaqlar. Burada məsələ bilirsiniz nədir? Burada bir şey də var. Dostunuzun dediyi məsələ, sizdən razıyam. Bu hissədə deyir ki, əgər uzun yaşasaydı, yəni nə olardı? Çap elətdirərdi. Amma bu hissədə var ki, bunlar, yəni onun müşahidələri, söhbət hamısından getmir ha, bəzilərindən. Ki, these were published while he was still abroad. Bunlar çap edildi bir hissəsi. O xaricdə olanda. O səhv yazan tələbə diqqətlə baxsın. Sənin səhvin bilirsən nədir? D variantında yazıb ki, Koryat bunu elədi. Amma axı eləyən Koryat deyil də, hər halda indi ailəsindən kimdirsə onlar çap edirlər. Böyük ehtimal. Çünki ox deyir, xaricdə olanda bunlar çap edildi. Söhbət onun nəyindən gedir? Təcrübə və müşahidələrindən. Yəni, bu özü çap eləmir. Amma variantda yazıb ki, Koryat managed, yəni Koryat özü çap edir. Görə bilirsən? Bu ona görə çap edir. Özü də ki, axırda da belə deyir, əgər yaşasaydı, özü də nə eləyərdi? Çap elətdirərdi. Düzdür, əslində uşaqlar, belə götürəndə, məsələn, D-də səhv eləmək olar. Asandır, amma biraz düşündürücüdür D variantı da. Yəni, fikir vermək lazımdır ki, bu Koryatın özünün etdiyi deyildir. İndi kimsə o şey çap elətdirib bunun adını. İndi yenə deyirəm, amma bütün hamısını yox. Sadəcə onun bəzi təcrübələrini, bu mətn əsas. Aha, nəsə deyir. Yəni özü eləmir. Bir deyini götürə bilmir. Uşaqlar deyil. Bu sözü bilirsiniz hər halda. Bundan interesting. Elə deyil, bunu götürərəm. Experience nə deməkdir? Süper. Sinonim deyə bilərsiniz. Experience sözünə. Sinonim. Məsələn, uşaqlar, ən sadə sinonimlərdən biri, bu mən satdığım PDF-də də var. Skilled. Skilled yazılır. Skilled. Bacarıqlı. Bəs indifferent nədir? Indifferent. Nəsə dediniz? Olar, hə. Ability amma biraz qabiliyyət kimi gedir. Indifferent laqeyd, düzdür. Adam bu indifferentə bir fərqli olmayan demək istəyir, amma yox uşaqlar. Indifferent laqeyd. M100 nədir?
əyləncəli, educated və təhsil. Sonra bu mətndə başqa varsa deyin, yoxdursa o biri mətndən deyin. 12-dən əvvəl var. Okey, baxın. Uşaqlar 11-2, 11-4-ə baxın. 11-2-də yazıb ki, it is very difficult. Bunu problem eləyən difficult sözüdür. Uşaqlar, mətndə ümumiyyətlə hər halda azdan çoxdan baxdınız. Bu, desən qadını idi, ya da desən qadındır. Hə. Qadının ixtirası olan buzdolabından söhbət gedir, refrigeratordan. Və bu da elə bir buzdolabı yaradıb ki, yəni həmin dövr üçün də belə deyək, ucuz başa gələn qumdan, sudan, bir də günəşdən istifadə edirdi. Və bir də sadə sistemə malik idi, mexanizmi. Və bura difficult yazıb. Sən də bir dənə yuxarı qalxırsan, bir balaca qalxırsan. Bura yazıb amma mətndə ki, bunun düzəltdiyi, deməli, buzdolabının dizaynı necə idi? Very simple. Simple nə deməkdir? Sadə. Elə deyil, çox sadə idi və ucuz materiallardan istifadə edirdi. Hətta bir insanlar özü belə bu buzdolablarını nə edə bilirdilər? Düzəldə bilirdilər. Yəni difficult yazması üçün bunu problem edir. Bu false olacaq burada. Çünki difficult çətindir, bir daha deyirəm, simple asandır. 11-4-ə baxaq. 11-4-də dostlar, baxın, yazıb biznes oxudu Namibiyada. Məsələ nədir? Bizneslə bağlı, biznes oxuması ilə bağlı. Baxın, və konkret yazıb bura. Studied business, görə bilirsiniz. Harada yazıb oxuyub bu biznesi? İngiltərədə. Görə bilirsinizmi? Yer olaraq. Niyə Namibiya yazım? Özü mətnin sonunda verib ki, bu biznes oxuyur İngiltərədə. Məsələn, Namibiya ilə bağlı burada bir şey var, məktəb hissəsi. Burada demir axı biznes oxudu. Bu deyir ki, Namibiyada məktəbdə volunteer olub, yəni könüllü olub. Başa düşürsünüz? Yəni hər hissənin öz şeyi var da. Mən indi durub Namibiyada məktəbə gedib könüllü olub deyə bilmərəm axı Namibiyada bu biznes oxudu. Özü də ki, açıq-aydın yazdıq da bura. Bax, fikir verin. Cummins Leeds Universitetində biznes təhsili alır İngiltərədə. Namibiyada yox. Namibiya Afrikada. Bu da ona görə false-dur. Düz götürə bilmədim. Sonra 12. Sustainable sözü davamlı gedir. Həm də sizə istəyirəm ki, bunun bir şeyində Cambridge-dən də göstərim sizə. Görüm gələcək Cambridge. Deməli, davamlı inkişaf gedir. Bir də davamlı inkişafdan əlavə bir mənası da var onun. Yəni, ətraf mühitə ziyan vurmadan təbii ehtiyatlardan istifadə eləmək. Bax, bir var. Bax, bu mənası uşaqlar. Yəni, tələbələr çünki deyir ki, müəllim, davamlı inkişafı başa düşdüm, amma o biri mənanı görə bilirsiniz ekran uşaqlar. Çox böyükdür bu. Görünür. Biraz balaca. Hə, görünür indi. Baxın, bir məna bəli, siz deyəndir. Baxın, able to continue over a period of time. Yəni, bir dönəmdə, yəni davam etdirilə bilən, sürdürülə bilən, davam etdirilə bilən. Bax, görürsünüz, sadəcə bizdə türk dilindədir. Ona görə belədir. Bir mənasıdır uşaqlar. Burada yazılıb. Able to continue without harming the environment. Yəni, çevrəyə zarar vermədən, biz öz dilimizdə belə deyək, ətraf mühitə ziyan vurmadan nəyisə inkişaf etdirə bilmək. Bu anlama gəlir. Yəni, sadəcə olaraq davamlı inkişaf kimi götürə bilmərəm. Yaxşı. Testlə təqdirməm. Getmək bilmərəm. İndi baxıram varianta. Bax, D variantını götürə bilmirik. Niyə görə? D-də nə var burada? Cannot. Əgər bu uşaqlar can olsaydı, götürmək olardı. Yəni, bir növ onun birinci definitionına uyğun gəlir də. Eyni levelda, eyni dərəcədə nə edilən? İnkişaf etdirilə bilən. Amma notu qoymaqla bunu nəyə çeviriblər?
inkişaf etdirilə bilməyən anlamına gətirirlər. D-ni ona görə çıxıram, getdi öz işinə. Qalır üzə Y variantı. Bax, fikir verin. Təbii ehtiyatlardan, enerjidən ətraf mühitə zərər vurmadan nə eləmək? İstifadə eləmək. Üzə digərlərini də götürə bilmirsiniz. Niyə görə? C-də yazıb ki, decay. Bu çürümək deməkdir. Tənəzzülə uğramaq. Və sustainable-la çürüməyin, tənəzzülün nə əlaqəsi ola bilər? Sustainable əksinə inkişaf deməkdir. Amma bu tamamilə süqut, tənəzzül anlamında gedir. B-də nəyinsə miqdarından danışır dostlar. Bax, diqqətli olun. More than enough yazıb. Yəni kifayətdən daha çox, böyük sayda. Bu miqdar bildirir. Sustainable-la heç bir əlaqəsi yoxdur. A-da da yazıb istənilən hər bir şeydən fərqli olmaq. Növünün yeganə, belə deyək də, versiyası kimi qalmaq. Yəni türünün yeganə şeyi olmaq, növü kimi. Bu A da biraz düz gəlmir. Ən gözəli Y-ni götürməkdir. Yəni burada əslində D-də yenə deyirəm, bu not olmasa D-ni də götürə bilərdiniz, amma not onu korlayıb. Bu digəri artıq qalır bir dənə Y variantı ki, ətrafa zərər vermədən təbii ehtiyatlardan nə eləmək? Səmərəli istifadə etmək. Yaxşı. Sonra 14 dediniz. Yoxsa baxalım. Qalar 13-də baxın, yazıb Cummins-in məhsulları, produktları hansı təbii şeylərdən, resurslardan istifadə edildi? Hansı təbii resurslar idi? Çıxıram yuxarıya. Bu əslində istifadə eləmirdi nədən? Oil, coal, qaz. Bu üçündən istifadə eləmirdi. Don't use. Sən orada çıxmalısan. Hə, C-dir. Qazı, oilı, coal-u, yenə coal-u çıxırsan, qalır C variantı. The sun, water, sand. Yəni günəş, qum, su. 14. Qalar 14-də də yazıb ki, burada indi əslində mətndə belə bir cümlə yoxdur tam olaraq. Gedib məsələn onun davamını tamamlayasan da. Amma variantlara məsələn bir-bir baxıb çıxışlar eləmək olar. Məsələn hansı düz və hansı səhv. Baxın A variantına. Birincisi renewable sözü nə deməkdir mənası? Renewable. Bax tərkibində renewable da var. New var. Yəni yenilənə bilən. Non qoymasan qabağına, sadəcə renewable qalsa. Olur yenilənə bilən. Amma non yazanda nə olur? Yenilənə bilməyən. Sən də bilirsən ki, Cummins hansı nədən istifadə edirdi? Günəşdən, qumdan, sudan. Bunlar da ki, uşaqlar bərpa olunanda yenilənə bilir. Nəyə görə mən deyim ki, yenilənə bilmir? A-nı ona görə çıxıram. B-də yazıb ki, ətraf mühitə zərər vurur. Bax, fikir verin, damage. Axı biz dedik zərər vurmurdu. Sonra D variantı ona görə səhvdir ki, yazıb çoxlu elektrik istifadə edirdi. Bu Cummins-dən əvvəlki buzdolablarına aiddir. Və yenə də məsələn bu cümləni mətndə görüb gəlib yazanlar olur. Bu hissədə də. Bu amma cümlənin özünə bir dənə fikir verin. Yazıb Cummins nə eləyir? Yeni bir növ buzdolabı dizayn elədi. Sonra davamında gəlir. Buzdolabları adətən, yəni normalda çox elektrik enerjisindən istifadə edir. Yəni normalda. Deməli onda normalda deyirsə, adətən deyirsə, deməli Cummins-in bu ixtira elədiyinə aid deyil də. Həm də ki uşaqlar digər hissələrdə yazıb da bu buzdolabı nədən istifadə edir? Günəş enerjisindən. Yəni elektrikdən çox da bu istifadə eləməyib. Bunu da çıxdınız. Yəni D-ni də ataram. Bir də Y variantı qalır. Y-də ki uşaqlar buna görə çıxmaq olar. Və burada yazıb ki, onun materialları hamısı təkrarən emal oluna bilən idi. Təkrarən emal oluna bilən. Amma gətirib bunun qabağa nə qoyublar? Nan. Yenə mənfiyə çeviriblər. Y də olmaz, qalır C variantı. C-də bu cümlə mətndəki. Yəni o öz dizaynlarına görə çoxlu nə qazandı? Ödüllər qazandı. Sonra dostlar. 15. Dostlar, Ven tələbələr çox Veni görəndə nə fikirləşdilər? Dəqiq il olsun testdə. Amma dostlar, bəzən il olmasa da ola bilər. Yəni, bəzi hallarda siz nə götürə bilərsiniz? Deməli, bir zaman müddəti. Zaman müddəti yəni bir aralıq nəzərdə tuturam. Tutaq ki, filan kəs Kanadada olanda nəsə filan bir işi gördü.
Ya nə bilim, Türkiyədə təhsil alanda nəsə bir iş gördü. Yəni o həmin o alanda, təhsil alanda, ya nə bilim Kanadada olanda, həmin o aralığı da V-nin cavabı kimi vermək olur. Bu da soruşur. Nə vaxt dizayn elədi yeni refrigerator? Nə vaxt dizayn eləyir? Bax bu hissədə. Eee, High school bunlarda şey gedir, lise öyrəncisi. Yəni lise öyrəncisi olanda bu şey eləyir, deməli, həmin o refrigeratoru nə eləyir? Yaradır və yaxud da dizayn eləyir, ixtira eləyir bu formada. Əslində burada məsələn tələbələr kimdə götürürlər bəzən ki, buzdolabı nə qədər su istifadə eləyir. Bəzi hallarda bunu da götürürlər, amma çünki orada konteyner sözü yazılıb. Baxın, bilmirəm götürən var idi ya yox idi aranızda, amma yenə demək istəyirəm. Uşaqlar, konteyner əslində bəlkə də götürmək olardı, amma bura baxsaz yazıb konteyneri su və qumla doldururlar. Sən deyə bilməzsən bir konteyner su istifadə eləyirdi. Çünki o konteynerin içində həm su olur, həm də qum olur. Mən bilmirəm axı bu konteynerdə yarı-bayarıdırmı su ilə qumun miqdarı, ya qum daha çoxdur, su daha azdır. Ya nə bilim 4/1-ni tutaq ki, deyək ki, qum tutur, ya 4/3-ünü su tutur və s. kimi. Yəni burada mənə bir nisbət verməyib deyə o konteyner götürmək olmaz. Hə, bəlkə də səndə olmasaydı, qum olmasaydı, düşünmək olardı ki, hə, buzdolabı sırf bir konteyner miqdar olaraq özündə su saxlayır. Onda götürə bilərdik. Amma bu qumu da ora əlavə eləməklə işi bir balaca nə eləyirlər? Korlayırlar. Sonra bu dərs bəli uşaqlar baxacağıq. Amma tək rəqəmləri vermişəm də, yəni tək rəqəmlərdən soruşacaqsınız. Çünki onsuz eyni şeylərdir. Sadəcə hamısına baxsaq qurtarmaq olmaz. Gəl 2 saat oturaq onlara baxaq. 17. Deməli dostlar, 17. 17-də birincisi 4-ü çıxırsa sürətlə deyirəm, çünki sam inkar cümlədə olmaz. Əlavə olaraq da belə deyək, həvlə sadə feil verə bilməzsiniz. Həvdir, həzdir, həddir və elə zamanları bugün işləmisiniz. Bunlardan sonra heç vaxt V1 gəlmir. V3 gəlməlidir, bitmiş zaman yaranır. Yəni mən götürüb heç vaxt belə bir şey yaza bilmərəm. Tutaq ki, have go. Belə bir şey yoxdur. Have gone olmalıdır ya da ki, have go yaza bilməzsən. Ya da məsələn, have met deyə bir ifadə ola bilməz. Ya met olmalıdır, V3 versiyada verib bitmiş zaman eləmək, ya da ki, ümumiyyətlə yazmamalısan. İkisindən biri. İndi desəm müəllim, bundan dərhal sonra gəlməyib. Uşaqlar, indi bu sual cümləsi deyə have qabağa keçir də. Sən bunu təsdiqə çevirəndə nə yaranır elə? Cümləni bir dənə təsdiqə çevirin özünüz. We yenə gəlir öz yerinə, elə deyil. Nə yaranır orada? We haven't met. Belə olur da. Sadəcə sual cümləsində qabaqdakı bir dənə şey atırsınız. Daha doğrusu köməkçi feili bir dənə qabağa atırsınız. 4-ü çıxdınız, biri 3-ü atıram uşaqlar. Çünki bas təkdədir deyə go yox nə olmalıydı? Goes. Which bus goes formasında verilməlidir. 3-ü 4-ü çıxıram, qalır cavabım 1, 2, 5. B variantı. 18-i yazmısınız, problem yoxdur. 19, 20. 19-da uşaqlar, baxın, bu dilin elə sizə verdiyim zamanların içində də var bu test. Bilmirəm, qabağınıza çıxdı ya yox. Verb özü keçmişdədir. Sən bunu gərək modallarını elə götürəsən ki, onlar da keçmişdə olsun. Modalın testlərini eləyəndə çalışmaq lazımdır ki, cümləyə baxaq. Cümlə keçmiş zamandadırmı, indiki zamandadırmı? Bunları müəyyənləşdirmək lazımdır. Have to-nun keçmişi have to-dur. Can də ki, bilirsiniz, could-la verilir. A getdi. Must-ın keçmişi have to formasında verilir. D də getdi. Qaldın 3 variant arasında. Ya tərcümə eləməlisən, ya da ki, uyğunlaşdırmalısan. İndi burada məsələ nədir? Mən sizə keçən dəfə demişdim. Oxşar variantları çıxın. Çalışın 3 variant arasında qalanda fərqlənəni götürün. Bax, B variantında görürsünüz, inkar, sonra təsdiq gəlib.
C-də də inkar, sonra nə gəlib? Təsdiq. Amma Y-də birinci təsdiq gəlib, sonra inkar gəlib. Yəni bu versiyada bir fərqlənən variant kimi Y-ni götürərəm, tərcüməsi də ora düz gəlir. Yəni Y tərcümə baxımından doğrudur ki, idmançılar bir qədər istirahət etməli idilər, çünki onlar yorğun idilər və yeriyə bilmirdilər. Walk nə demək? Gəzə bilmirdilər. 20. Uşaqlar, 20-də baxın, bunu yadda saxlayın artıq. Will live, gələcək zaman. Sənə gələcək zaman yazıb, bir boşluq qoyub, özündən sonra zaman gətirirsə, a few days nə bildirir? Zaman bildirir də bir neçə gün. Sən o ortaya in yazmalısan. In a few days. Yəni bir neçə günə qayıdacaqlar və yaxud da bir neçə gün ərzində belə tərcümə eləmək olar. Yəni gələcək zaman verib 3 dənə nöqtə qoyur, sonra yenə bir zaman müddəti verirsə mənə, ora in yazıram. Yəni o baxımdan ya A-dır, ya D variantıdır. İkisindən biridir. Digər məsələdir. Mən sizə bir dəfə demişəm, xatırlayıram. Since-dən sonra ya rəqəm gəlir. Məsələn, since 1960. Restoranların falan üstünə yazırlar, ya nə bilim mağazalara filan. Yəni 60-cı ildən bəri. Bir də since-dən sonra əksərən cümlə gəlir uşaqlar, cümlələr. Adi versiyada qısa zaman dilimləri a week, 5 months, 3 hours, nə bilim 1 minute bu kimi zamanları for-la verirsən. For a week bir həftədir ki, for-la verdim. Qabağına da bura to atıram. Been to da, bilmirəm eşitmisiniz ya yox, been to olmaq anlamında gedir. Bakıda olmuşam. Ya da olublar anlamında gedir. Been to Baku. Buna görə A variantıdır. İndi gəlin dostlar, zamanlara baxaq. Yox, kitab tərsədir, lazım deyil. Kitab 31. Tamam. İyi dostlar, səhvlərinizi başlayaq. Neçə dediniz? Uşaq, gəlin belə eləyək. Ona ancaq yox, qələmin burada aktivləri yaza bilməyəcək. Yaxşı, yəni bir-bir deyin, elə bax. Nəsə olub bu PDF-imə, qələmlə işləyə bilmirəm. Əvvəl qeyd edirdim, elə baxırdım. Olsun. Bir dedi kimsə. Yaxşı, 9-a baxaq, əvvəldə varsa deyərsiniz, problem deyil. Uşaqlar, since Monday. Since hansı zamanı göstərir? Bax, izaha baxmısınızsa bilməlisiniz. Hansı zamandan gedir daha çox? Var. Yəni, uşaqlar, since şey qoyuram bir kənara, o şey kimi verəndə, cümlə kimi since qoyur, o bir tərəfdə boşluq, o başqa məsələ. Adi versiyada since Monday yazır. Hansı zamanı göstərir? Bitmişi. Keçmiş də olar, indiki də olar. Bitmiş olaraq. Və mən birinci B-ni, Y-ni, C-ni çıxıram. Axı bunlar bitmiş zaman deyil. Və sənə adi versiyada have yazsa, sən buna bitmiş zaman deyə bilərsən. Məsələn, bugün biz əyan dərsdə baxanda bu səhvlərə. Çox adam deyir ki, müəllim, have indiki bitmişdir. Uşaqlar, have özü adilikdə indiki zamandır. Past, present simple-dır. Bu have-i indiki bitmiş eləmək üçün yanında bir dənə də V3 gəlməlidir. Məsələn, have played. O oldu indiki bitmiş. Və yaxud da had yazırlar. Had adi versiyada keçmiş bitmiş sayılmaz. Bu keçmiş sadə zamandır. Had, indi bu dəqiqə. Amma mən bunun yanına bir dənə, məsələn, met qoysam, oldu bu keçmiş bitmiş. Bunun biraz fərqinə varmaq lazımdır. İndi gəlirəm testə. Have-i, had-i, don't-u çıxdım. Bitmiş zaman deyirlər. Qaldım indi A-dan D arasında. Uşaqlar, cümlədə nə demək istəyir? Deyir ki, qaz və elektrik olmur. Elə deyil. Qaz və elektrik olmur. İndi məsələ nədir?
Burada indi bir balaca düşünməliyəm. Qaz və elektrik olmayıb deyəndə mən bunu necə nəzərdə tuturam? Yəni buna malik olmayıblar da, elə deyil, yoxdur anlamında. İngilislər də yoxu demək üçün have-dən istifadə edirlər. Binlə vermirlər. Bin adi versiyada olmaqdır. Məsələn, ağıllı olmaq, nə bilim, savadlı olmaq, gözəl olmaq, xoşbəxt olmaq, yorğun olmaq bu formada. Binin malik olmaq mənası yoxdur. Bax siz bini məsələn əgər götürmüsünüzsə, bir adi olmaqdır. Bu malik olmaq deyil. Yəni bir, yenə deyirəm, ağıllı olmaq. Məsələn, be smart deyərəm gedər. Ya nə bilim, be happy, xoşbəxt olmaq. Be tired, yorğun olmaq. Niyə də olmasın uşaqlar? Be smartı mən indiki bitmişdə versəm belə yazaram da. Have been smart yazaram da. İndiki bitmişdə yazsam. Elə deyil. Be smartı mən indiki bitmişdə necə yazaram? Ücə mənə lazımdır, bunların qazı olmayıb, yəni yoxdur. Malik olmaq dilində gedir ingilis dilində. Have. Doğru cavabınız olur D variantı. İndi deyərsən ki, müəllim, bu ikinci had nədir? Onu mən bir dəfə də sizə demişim, uşaqlar. Birinci had zaman özünü göstərir. İkinci have də o dediyimiz malik olmaqdır. Onun hansı versiyasıdır? V3-üdür. Olur have had. Sonra uşaqlar, məsələ nədir bu? Hər şey. Bu pək sözünün mənasını bilirsinizmi? Pək nə deməkdir? Yox. Pək paketləşdirmək. Adi. Paketləşdirmək. Bəli, bəli. Uşaqlar, indi məsələ nədir? Hər şey özü-özünü paketləyə bilərmi? Bir dənə buna cavab verin. Yox. Demək, nədə götürməlisən? Uşaqlar, zamanı qoyuram ha kənara. İndiki bitmiş, keçmiş, onun fərqi yox. Məhsul nöqtə. Yəni, hər şey nə özü-özünü paketləyə bilməz, nə də ki, başqa bir şey paketləyə bilmir. Hər şey paketlənmişdi, paketləşdirilmişdi və yaxud da nəsə məhsul versiyada bu verilməlidir. Aydındır? Və sən baxırsan, A variantı məhsul deyil. Bilirsiniz ki, bitmişlərdə məhsul düzəltmək üçün araya nə salmaq lazımdır? Been, has been olardı. B-də will have been, D-də də had been olardı. C-də də uşaqlar, sadə zamanları da keçmişdə məsələn was packed yazırlar da məhsulunu və yaxud da were packed, mübtədadan asılıdır. İndiki zamanda am, is, are, üstə gəlinsin packed, V3 yəni. Gələcəkdə də will be, shall be istifadə edirlər. Bir dənə məhsulda olan hansı qaldı bizdə? Y. Ki, deyir, əsəbləşmə. Hər şey paketləşdirilib, deyir, atasına dedi oğlan. Sonra. Qalar 13 sürətlə deyək, şeydir bu, modallardır. Birincisi, dostlar, A variantını çıxıram, çünki iki dənə ayrı-ayrı zaman götürə bilmərəm. Could keçmişsə, can də keçmiş olardı. B-də able-ın to-su yoxdur. D-də will be olmalıdır. Will able deyə bir şey yoxdur. Will be able to. C-də də he-yə has yazmaq lazımdır. Have yox. He has to. Qalır doğru cavab nə? Y variantı. Bu modalların testini eləyəndə dostlar, hər tərəfli baxın. Məsələn, C-ni yazan çox tələbi olur. İndi bilmirəm siz nə yazmışdınız. He has olmalıdır. Diqqətlə yazmaq lazımdır. Bir də will be able, shall be able. Bunları unutmayın. Onların B-sini yemək olmaz. Yəni qətiyyən o düşə bilməz. Bir də indi to-lu modallar var, to-suzlar var. Onu izahda demişdim. Məsələn, bir var must, may, can, need, should. Bunlardan sonra to gəlmir. Bir də var, tutaq ki, to be able to, zaten to onun kökündədir. Ought to bunun kökündədir. Bir də have to. To da yenə bunun kökündədir. Sonra 19. Uşaqlar, bu yenə bizim şeydə baxdığımız test yadınıza gəlir, bu elə budur. Qəbula düşən. Ona görə bu testləri eləyin mütləq şəkildə.
E, The Sportsman. Ancaq tərcümə eləmək yəni belə gedək. Were keçmiş zamanda, elə deyil, bayaq baxdığımız kimi də. Were keçmişdə deyə A-nı atıram, elə deyil uşaqlar. Must hətta olmalı idi, kəndə could olmalı idi. A getdi. Y-ni də atıram, yenə də indiki zamandı deyə. B, C, D arasında qalanda biz necə dedik? Ya tərcümə eləməlisən 3 variant arasında qalanda, ya da ki, fərqlənəni tapmalısan da. Burada da baxıram, biraz fərqlənən D variantıdır yenə. Baxın, B-də birinci inkar sonra təsdiq gəlib, C-də birinci inkar sonra təsdiq gəlib, amma D-də təsdiq sonra inkar gəldi. Bu biraz onun atma versiyasıdır. Amma tərcümə ilə yazmaq daha belə əminlik verir adama. Ki, bayaq dedik, idmançılar bir balaca istirahət etməli idilər. Çünki onlar yorğun idilər, yeriyə bilmirdilər, gəzə bilmirdilər. Sonra 27. 27 baxaq uşaqlar. Limitli kim səhv idi? Necə mitağı? Hə, tam düz deyirsən. Uşaqlar, baxın, indi yenə sizə sual vermək istəyirəm. Yetin işləndiyi daha çox zaman hansı zamandır? Hansı zaman dilimidir yet? Yəni, uşaqlar, bilirsiniz, indiki bitmiş deməyin, mən əvvəllər eynən. Mən daha çox əvvəllər uşaqlar indiki bitmiş deyirdim belə. Amma məsələ nədir? Sözü onun adam fərqindədir, bu keçmiş bitmişdə də olur. Sadəcə tələbələrə çətin olmasın deyə elə deyirdim ki, indiki bitmiş. Amma bir də gəlib görürsən ki, testdə keçmiş bitmişdə də çıxır. Yəni yetdi, since-di, for-du, already-di, just-dı. Bu indiki bitmişdə öyrəndiyiniz zaman zərfləri keçmiş bitmişdə də ola bilər. Yəni zaman zərfi biraz şərti xarakter daşıyır. Hətta bir də görərsən ki, şeydə, məsələn, always-i keçmiş zamanda veriblər. Yəni keçmiş sadə zamanda, ya nə bilim usually-ni keçmiş sadə zamanda veriblər. Yəni o bəzən belə məsələlər olur. O zaman zərfləri bir balaca şərti xarakter daşıyır, amma ümumən məsələn yeti görəndə bir beynimdə şey yaranmalıdır ki, hə, yet bitmiş zamanda olmalıdır. Yüce bitmişdə olmayan variantları mən nə edirəm? Atıram. Məsələn, mənim köməyimə gəlir C-ni atmaq, D-ni atmaq. Çünki doesn't did bilirəm ki, bitmiş zaman deyil ən azından. Uşaqlar, Y-ni atırıq. Mən bayaq sizə bir qayda dedim. Y niyə görə səhvdir? Kim deyər? O bayaq dedim ondan sizə. Yəni uşaqlar, bayaqlar danışdıq. Bəli. Axı biz dedik həvdən, həddən sonra V1 gəlməz. O mütləq nəyə qayıtmalıdır? V3-ə bitmiş zaman eləmək üçün. Restardaydı. Yəni uşaqlar, hasn't make deyə bir zaman forması yoxdur. Nə zaman forması var, nə ifadə var, yəni səhvdir. Elə bir şey yoxdur. Hasn't made olardı. İndi qaldım A ilə B arasında. Sizə bir dənə ipucu deyim, istəyirsiniz yazın ya yadınızda saxlayın. Əgər sənin cümlən əmr cümləsidirsə, söhbət indiki zamandan gedir. O yadınızda qalsın. Əgər cümləm əmr cümləsidirsə, söhbət nədən gedir? İndiki zamandan. O yazıb, wait a little. Bir balaca gözlə. Yəni əmr cümləsində mən hardan bilirəm? Cümlə nə ilə başlayır? Xəbərlə. Wait gözləməkdir, elə deyil. Bir balaca gözlə. Xəbərlə başlayırsa, demək bu əmr cümləsidir. Və bir daha təkrar edirəm. Əmr cümləsində zaman indiki zaman kimi götürülür. Ona görə doğru cavab nə olur bizdə? B variantı. A olmur. Aydındır. Sonra 23. Dostlar, bax yenə də cümlə were keçmişdədir. Elə deyil. Çıxıram nəyi? A-nı birinci çıxıram. Able-ın nəyi yoxdur? Pulsu. B-ni çıxıram. Must keçmiş zamanda have to verilməlidir. C-ni çıxıram. Have to yox, have to olmalıdır. Kampda couldn't olmalıdır. D-də də ki, will-lə verilir. Uşaqlar, ümumiyyətlə, will gələcək zamandır. Were-lə uzlaşmaz. Qalır hansı variant? Y variant. Sonra
33 eşitdim ən əvvəl. Öncə ona baxaq. Hı, gəldik 33-ə. Uşaqlar, bilirsiniz, testdən testə biraz fərqlənir bəzi məsələlər, yanaşma tərzi. Məsələn, mən cümləyə baxmazdan əvvəl varianta baxıram. Əslində siz də eləsəz daha yaxşı olar variantla işləmək. Çünki qrammatikanı variantla işləmək daha yaxşıdır. Bilmirəm, abituriyent vaxtından yadınızda qalırmı o məsələlər? Çıxdaşla daha rahat gedir. Variantda feillər görürəm. Bax, fikir verin. Open, sing, happen. Bu happen sənə elə belə verilmir. Happen uşaqlar bitmiş, üzrlü sayın, məhsul növdə verilə bilmir. Niyə görə verilə bilmir? Çünki təsirsiz feildir. Bax, had been happened məhsuludur, elə deyil. Are happened indiki sadənin məhsuludur. Was happened keçmişin məhsuludur. Bunlar məhsulda verilə bilməz. Yəni happen sən heç vaxt məhsulda qeyd edə bilməzsən. Adi versiyada ola bilər. Adi zaman versiyalarında. Ona görə A da səhvdir, B də səhvdir, C də səhvdir. Təsirsiz feildə nə deməkdir? Təsirsiz feil uşaqlar bizim dilimizdə necə gedir? Məsələn, nə sualına cavab verir, nəyə sualına cavab verir bu formada. Baxın, happen nə deməkdir mənası? Sual verin. Daha doğrusu mənası nədir? Baş vermir. Bax, sual verin, nə baş vermir? Gör, bu təsirsizdir. Tamamlıq istəmir özündən sonra. Sən bunu heç vaxt məhsulda verə bilməzsən. Məsələn, gəlin bu təsirli, təsirsiz bir dənə, bir-iki dənə feillə araşdıraq. Çünki bəzən tələbələr feilləri bilirlər, amma şeyi tapa bilmirlər. Hansı məhsula çevrilir, hansısa çevrilə bilməz. Əgər sən feili bilirsənsə, çox rahatdır. Məsələn, buy nə deməkdir? Almaq. Bax, sual verin, nəyi almaq? Bax, nəyi sualına cavab verirsə, bu %100 məhsula çevrilə bilən feildir. Amma arrive götürək. Arrive nə deməkdir? Çatmaq. Bax, sual verin. Haraya? Uşaqlar, bu təsirsiz feildir. Məhsula çevrilməz. Yəni, əksərən yadda saxlayıram ki, belə şeylə də nəyi sualına cavab verirsə mənim feilim, onu rahatlıqla məhsula çevirə bilərəm. Amma nə, nəyə, haraya, nə bilim, harada, bu tipli artıq nəyi çıxmaqla da digər suallara cavab verirsə, sən onu məhsula çevirə bilmirsən. Yəni, feil əzbərləməklə olmur da, gərək bir bu məğzini biləsən, nəyə əsasən elədin. Əgər feillərin mənasını biləndə avtomatik sən özünü tapa bilirsən. Məsələn, götürək sendi. Send nə deməkdir? Bax, sual verin, nəyi göndərmək? Məsələn, send mütləq şəkildə məhsula çevrilər. Və oturub düşünmək şey yoxdur, ehtiyac yoxdur ki, bu çevrilər, çevrilməz, nə olar? Ya nə bilim, başqa bir feil götürək. Məsələn, give. Bax, fikir verin. Vermək. Nəyi? Bax, görürsünüz, bu da çevrilə bilir. İndi qayıdıram testə. Uzun sözün qısası. Happen uşaqlar məhsulda ola bilməyən feildir. Ona görə A-nı, B-ni, C-ni atdım. D variantında da uzlaşma yoxdur. Baxın. Opened, sold keçmiş zamandadır. Will hansı zamandır bəs? Gələcək. Ona görə Y-ni götürürəm. Əgər aydındırsa, növbətini deyim. 35-37. Uşaqlar, baxın. Burada çoxlu şeyə görə baxa bilərsiniz. Məsələn, birincisi informed keçmiş zamandır. Keçmiş zamanı həzlə vermək olmur, uzlaşmaz. D-ni, Y-ni ona görə çıxmaq olar. D və Y-ni çıxdım. Sonra nəyə baxa bilərəm? Yet var məsələn cümlədə. Yet varsa mən bilirəm ki, burada bitmiş zamanda olmalıdır. Elə deyil. O baxımdan C-ni də atıram, bitmiş zaman verməyiblər mənə. C də getdi öz işinə. Qalıram A ilə B arasında. Bir də ki, siz bilirsiniz də, yet hansı cümlələrdə verilir daha çox? Ya inkar, ya da ki, sual, elə deyil. İndi bu cümlə sual olmadığına görə mən bunu gərək inkar edeyim ki, yet düz istifadə olun. O baxımdan götürərəm A-nı. Həm də lap yetin qaydasını da bilməsəm, sağ olsun. Din burada nə verib mənə? But. Elə deyil. Batın bir tərəfi ya təsdiq olar, ya o bir tərəf inkar. Ya bir tərəf inkar olar, ya da o bir tərəf təsdiq olar. Amma hər iki tərəfi təsdiqdə vermək düz olmaz.
B ona görə də səhv olar, qalar A variantı. Yəni baxın bir testdə müxtəlif cür yanaşmaq olur. 37. Deməli uşaqlar. New-nu görə bilirsiniz. New hansı zamandır? Kim deyər? New. Keçmiş uşaqlar. Bil. Harda var, çıxın getsin. Qalır hansı variant? Y variantı. Bil axı gələcək zamandır. Sən bu keçmişlə onu necə uzlaşdırarsan? Ümumiyyətlə, keçmişlə gələcəyin uşaqlar uzlaşması çox şeydə, yəni zor ola bilər. O necə ola bilər? Yəni ki, çətin olar daha doğrusu. O hansı versiyalarda çətin uzlaşa bilər? Cümlələr bir-birindən asılı olmasın. Məsələn, bir cümlə bitsin, o biri cümlə başlasın. Ya nə bilim, iki dənə ayrı-ayrı cümlələr olsun ki, onda hə, götürmək olur. Amma bir-birindən əlaqəli cümlələr sən onu uzlaşdıra bilməzsən. Bu deyir ki, we knew it nöqtələr what. Bu bir cümlənin daxilindədir. Mən bunu axı will-lə verə bilmərəm heç vaxt. Bu qətiyyən uzlaşmazlar. Bir tərəfi keçmiş deyirsən, eyni cümlə daxilində o bir boşluğu da məsələn elə bir gələcəkdə qoyursan. Sonra 41, 45. 41-də dostlar, burada nəyə baxırıq? Baxın, təyini əvəzlər görəndə, bu nisbi əvəzlər daha doğrusu, bu mütləq şəkildə xəbər ondan əvvəllə uzlaşır. Yəni, sənin bu boşluğa yazacağın şey cəmdə olmalıdır. Bir də əlavə olaraq, bu ikinci boşluğun da xəbəri əslində dozdan asılıdır. Məsələn, kontraktı bura ona görə qoyublar ki, tələbə çaşsın, kontraktı təklə fikirləşsin və gətirib bura wait yazsın. Amma cümləyə burada biraz tərcümə eləmək lazımdır. Yazıb ki, insanlara, doz burada insanlara əvəz edir. Yəni, onlara icazə ver, kontraktı gözləsinlər. Kim ki, onun nəyinədir? Əleyhinədir. Kim gözləyir? İnsanlar gözləyir. Söhbət burada dozdan gedir. Yəni, sənin xəbərin hər iki boşluqda nə ilə uzlaşır? Bu cəm mübtəda ilə uzlaşır. Ona görə izi atırsan. Wait, bu da getdi öz işinə atırsan. Uşaqlar, sizdən şərtdə düzgün zaman forması istəyir. D-də yazıb waiting. Adi versiyada feilə ing qoşub zaman yaratmaq olmur. Mütləq qabağında to be olmalıdır. O da davam etdiyi zaman yaradır. Məsələn, is waiting, are waiting, was waiting bu formada. Bir də Y variantında da bəli. Belə davam etdiyi zaman olmaz axı. Və Y-də də problem nədir uşaqlar? To verib burada. Axı to da zaman düzəltmir. To wait adi məstərdir, gözləmək. Aydındır? Yəni to wait deyə bir zaman versiyası yoxdur. Ona görə qalır C variant, doğru variant olaraq. Sonra 45. 45-də bax məsələn if burada nədir? Bağlayıcıdır, elə deyil. Mən sizə demək olar ki, hər sınavda da deyirdim. Bağlayıcıdan sonra hansı zaman gəlmir? Kim deyər? Gələcək bitmir. Okey, əla. Bax, ən azından C-ni çıxdıqda uşaqlar, getdi öz işinə. Sadəcə burada bir dənə məsələ var. İkinci tərəfdə bir diqqətli olmalıyıq. Yazıb sənin Word nə deməkdir? Kim deyər? Sənin sözlərindən bəzisi, uşaqlar, sözlər, indi sizə sual verirəm, başa düşər olar, yoxsa başa düşüləcək olar? Hansı versiyada? Bəli, yəni artıq burada məhsul olmalıdır. Yəni ikinci tərəf məhsulda olmalıdır. Bax, bir də hə, B variantı. Bir də dostlar, sizə bir söz deyim. Ümumiyyətlə, mən fikir vermişəm dimin testlərində. Cansız mübtədalar gördünüzsə əgər, çalışın məhsulda verin. Bilirəm, tərcümə ilə bəzi adamın çox da belə arası olmur, başa düşürəmsə. Amma yenə də Word məsələn söz deməkdir, elə də çətin deyil tərcümə eləmək. Yəni, burada görürəm ki, cansızdır deyə bir balaca fikirləşirəm ki, hə, orada məhsul ola bilər. Digər tərəfdən tam dəqiq olması üçün, amma gərək tərcümə də eləyəm ki, baxam görəm, hə, burada söhbət nədən gedir. Bir də uşaqlar, sizə bir söz deyim. Məhsul növdə əgər siz götürürsünüzsə, zaman götürürsünüzsə, feil ancaq nədə olmalıdır? B3-də. Yəni, bəzilərimiz də ona deyirik də, participle to. Yəni, feili heç vaxt sadə versiyada vermək olmaz. Əgər məhsul növ götürürəmsə. Bunu nəyə görə deyirəm? Bir bitmiş zamanlardır, yadınıza saxlayın. Bir də məhsul növdür.
feili adi versiyada qoymaq olmur. Feil mütləq nə olmalıdır? Şeydə, V3-də. Yəni V3 dediyimdə bildinizdə nədir? Ya idi qoşursan sonuna, ya da ki kökündən dəyişir. Məsələn, go, qan olur, see, sin olur, kökündən dəyişəndən. Qaydalı feillərdə idi qoşmaq lazım gəlir. İndi testə gəlirəm. Məsələn, bax fikir verin. Mən Y-ni heç vaxt götürə bilmərəm. Understand onsuz birinci versiyadadır da. Mənə nə lazımdır məhsul növ üçün? Understood. Bu dəyişməlidir. Y məsələn belə səhvdir. Sonra bax D-də də həmin məsələ var. Görürsüz, understand yazıblar. Understood olmalıydı. C-də problem dediyi if-dən sonra gələcək zaman gəlməz. C-ni də atdım getdi. A-da da problem odur ki, ümumiyyətlə məhsulda verməyib ikinci tərəfə. Adi gələcək zamanda. Qalır B variantı. Deyir, əgər sən yavaş danışsan, sözlərin danışmasan, üzr deyirəm, tərcümə düz gəlmir. Don't speak. Əgər sən yavaş danışmasan, bəzi sözlərin səhv anlaşılacaq, misunderstood. Bu aydındır, dostlar. Sonra 47 dediniz. Get də buna bənzəyir. Bu Dimin sınağına düşmüşdü. 2023-də idi elə. Qəbuldan bir əvvəlki sınağa da düşmüşdü. Bu, bax fikir verin. If-dən sonra will gəlməz. Dedi bağlayıcıdan sonra gələcək zaman və bitmiş zamanlar gəlmir. Çıxdın D ilə Y-ni. A, B, C. Animals cəmdədir. Dies verə bilərəm? Yox. Mübtəda cəmdirsə day olardı. Təkdə onu mən təkdə verirəm də xəbəri. Çünki indi belə bir məsələ var. Mübtəda cəmdədirsə, xəbər nədə olmalıdır? Cəmdə. Mübtəda təkdədirsə, xəbər nədə olmalıdır? Təkdə. Səndə animals yazıb, heyvanlar. Bu isə uşaqlar cəmdə olan mübtəda olduğuna görə sən bunu dies-la verə bilməzsən. Cəmdədirsə onu day yazardım. Dies o deməkdir ki, sonuna s artırmaqla feilin. Sən göstərirsən ki, o feil nə olub? Təkdə istifadə olunub, təkdə işlənib. B-ni də çıxırsan, qaldın A-nın C arasında. Burada biraz gəl tərcümə eləyəsən, deyir, əgər çiklənmə kontrol olunmasa, çoxlu heyvanlar nə olacaqlar? Öləcəklər. Ona görə A-nı götürərəm. Kontrol olunmasa, nəzarət olunmasa. Və nəzarət olunsa niyə görə ölsünlər? Sonra 49-51. Uşaqlar, before var, yenə də bağlayıcıdır. İzahda qeyd eləmişdim də, before, after, as soon as, till, until. Sonra hansı var idi? When idi, elə deyil. Bu zaman bağlayıcılarını görəndə bağlayıcıdan dərhal sonra gələcək zaman olmaz, would olmaz, bitmiş zaman olmaz. Bax, 3 dənə variant bəri başdan çıxdı. B getdi, D getdi, Y getdi. Qalır hansı variantlar? A-la C. A-da da ki, uzlaşma düz deyil. Həm də ki, uşaqlar, he-yə mən nə yazardım ən azından? Deyə bilərsiniz. Become yox, nə olmalıydı o? Ən azından. Becomes olardı. Elə deyil, axı he təkdədir. Mən necə onu become götürüm? Bəli, qalır C variant. Doğru cavab. Necə metabitə deyərdim? Uşaqlar, ümumiyyətlə, mən sizə deyəcəm, bunda demişdim, mənim nə oldu, hamısını demişsin. Bir dəfə 10 yazdırmışdım. Bu, uzlaşma testlərində indiki bitmiş zamanı görəndə çıxın getsin. Uzlaşma deyirəm, bax, şeyləri demirəm. Məsələn, ayrı-ayrı cümlələrdə götürə bilirsən. Bayaq da baxdınız. Amma xüsusən də bu zaman bağlayıcıları var. İstəyirsə yazın, istəyirsə yenə də yadınızda saxlayın. Bax, before, while, when, after, as soon as, till, until. Bu zaman bağlayıcıları indiki bitmişi sevmir. Nə özündən əvvəl, nə özündən sonra. Məsələn, A variantında fərz ilə becomes olsaydı, A-nı götürə bilərdim? Yox, götürə bilməzdim. Yəni, uzlaşma testlərində uşaqlar çalışın, indiki bitmişi götürməyin. Yaxşı. Məsələn, fərz eləyirəm, atıram. Tutaq ki, baxıram 56-ya. Məsələn, uşaqlar, burada when var deyə, mən heç o have left-i götürmərəm. Heç o biri tərəflərə baxmıram. Uzlaşdı, uzlaşmadı, nə oldu, olmadı. Zaman bağlayıcıları görəndə indiki bitmişi çıxın. Və yaxud da, məsələn, by the time da ora aiddir. O da zaman bağlayıcısıdır da, elə deyil. By the time-da da çalışıram.
Əgər indiki bitmişi varsa variantda onu çıxın getsin. Sonra 61 baxaq. Məsələn, uşaqlar, bax bu cümləyə baxın. Bu 51 tamamilə uzlaşma olmayan bir şeydir. Ə, testdir deyəsən. Hə. Niyə görə? Ayrı-ayrı cümlələrdir. Bax, bəzən tələbələr deyir ki, müəllim, nə oldu? Bax, bir dənə testdə uzlaşmaya baxdıq, bir dənə testdə uzlaşmaya baxmadıq. Uşaqlar, əslində o testdən asılıdır. Bir də onun şeyini, mahiyyət başa düşmək lazımdır. Çünki bəzən çox vaxt mahiyyətini anlamadan testləri yazırıq. Yəni bilmirik də burada uzlaşma eləyərəm, eləmərəm. Bax, bu cümlələrə baxın. Bunlar ayrı-ayrı cümlədir. Baxın, 3 dənə ayrı sənə cümlə verir. Və hər biri də müstəqil cümlə olduğuna görə hər birinin də öz zamanı ola bilər. Yəni burada heç bir problem yoxdur, bu okeydir. Mən nədən başlayıram birinci? Bax burada 1, 2, 3, 4 dənə boşluq var. Üçüncü boşluq, baxın, 1, 2, 3. Üçüncü boşluqda mənə bir zaman zərf verib, ego. Bu hansı zamanı göstərir konkret olaraq? Keçmiş sadə. Deməli, sən variantda axtarmalısan, üçüncü hissədə keçmiş sadə dayansın. Bax, A variantında have seen-dir, olmaz. B-də am going to yazılıb, bu da səhvdir. C-də have met yazılıb, bu da səhvdir. Qalır D ilə Y. Bir dənə ikisində met yazılıb, keçmiş sadə zamanı. Amma Y-də uşaqlar, ən azından did yazmışamsa, sualda so nəyə qayıtmalıydı? Didə görə so nəyə qayıdır? Olmalıdır. Elə deyil uşaqlar. Çünki did so bu bir cümləyə gedir. Did you, bax Y variantını gəlin qoyaq da yerinə. Did you so yaza bilmərəm axı. Did you see olmalıdır. Y-ni də atdınız qalır Dərbənd. Bax gördünüz məsələn burada indiki bitmişi verdiniz. Niyə görə? Çünki nə when var, nə while var, nə before var. Adi cümlədir. 3 dənə ayrı-ayrı cümlədir. Hərəsinin öz zamanı ola bilər. Və bir də yadda saxlayın. This morning, this evening, today, recently. Bu tipli zamanlar, zaman şeylərdə nə deyə bilərik? Zaman zərfləri. Bunlar daha çox indiki bitmişlə gedər. Bax, unutmayın onu. Yaxşı. Sonra uşaqlar, istəyirsiniz baxaq, başqa hardaydı? 61-ə baxın. Gəlin 61-i deyim, qayıdım 55-ə. Tabii 55-i deyim, 61-ə gəlin. Yadından çıxar. Baxın, when var. When-ə görə avtomatik şeyi çıx. D variantını. İndiki bitmişdən heç vaxt verə bilməzsən. Halbuki uşaqlar uzlaşır, görürsünüz zaman şeyləri. D-ni atdınız. İndi. Nə eləyək burada? Uşaqlar, A-nı da ataram da. Biz dedik axı, bağlayıcıdan dərhal sonra bitmiş zaman gəlməz. A da gedər, D də gedər. Onsuz D-ni ona da görə də ata bilərdiniz. V-dən birbaşa sonra indiki bitmiş və yaxud da nə bilim keçmiş bitmiş, ümumiyyətlə bitmiş zaman, gələcək zaman gəlmir. Bunu qeyd eləmişdik də. A-nı D-ni atdınız. Getdi öz işinə. Sonra gəlirim uşaqlar. Yerdə qalır B, S və Y. Əslində B, S, Y-də birinci tərəflər ikisində return-dur. Problem yoxdur. Sənə ikinci tərəf maraqlıdır. Steal feili nə deməkdir? Stole. Nə anlama gəlir? Bax uşaqlar, at oğurladı deyə bilərəm, ya da oğurlamışdı. Bəli, olmalıdır, oğurlanmışdı artıq. Ona görə məhsulda bir dənə variant B-dədir. Baxın, had been stolen. B-ni göstərirəm. Çünki nə C-də məhsul deyil, stol, adi keçmiş sadədir. Nə də Y-də. Y-də də adi keçmiş bitmişdir. Bilirsiniz də bir daha təkrarlayım. Bitmişlərin məhsulunu verəndə mən nə eləyirəm? Deməli, ortaya 1000 salır. Daha aydındır fikrim. Sonra 60, 61 demişdiniz də, hə? Baxaq. Yaxşı. Okey. Yenə bunu izah edeyim. Sonra da 65-dən 67-ni deyərəm. Sən bura qeyd edeyim. Baxaq uşaqlar. Deməli,
Birinci nə edirik? Baxın, didn't-a görə ən azından, yəni bu da bir cümlə daxilindədir, elə deyil. E, didn't-a görə mən şeyi ataram, B variantını. Çünki söhbət burada keçmişdən gedir. B-ni də ataram, hətta D-ni də ataram. Bax, fikir verin. B ilə D variantını göndərmək olar. Deməli, B-ni atıram və D-ni atıram. Çünki yenə deyirəm uşaqlar, didn't keçmişdə olduğuna görə B-dəki am indiki zamanda uzlaşmaz, D-dəki will-la da uzlaşmaz. Ondan sonra burada 3 variantda uzlaşma var. Bunu uşaqlar gərək mütləqi tərcümə edək. Yəni, demək istəyir ki, mən ona toxuna bilmədim. Çünki I was afraid. Qorxdum ki, o çaya atılardı. Yəni, burada bir ehtimal var. Qorxdum ki, o çaya atılar. Yəni, əgər sən uzlaşmaya baxsan, əslində A-da da uzlaşır. Çünki hər tərəf keçmişdir. C-də də uzlaşır, Y-də də uzlaşır. Amma burada uşaqlar, tərcümə baxımından elə bilin ki, biraz ehtimallıq var. Yəni, bu testdə yadıma gəldi, əyanilərdə də baxmışdıq. Bəlkə də bu zaman testlərinin içərisində demək olar ki, qarşılıqlarından biridir. Niyə görə tərcümə istəyir? Sən məsələn adi versiya baxsan, zaman uzlaşmasına görə hamısı düz gəldi, uzlaşdı. Amma burada bir ehtimal var. Fikir verin. Mən ona toxuna bilmədim, çünki qorxdum ki, o çaya nə eləyər? Atlayar. Əgər ehtimal varsa uşaqlar, onu verirlər would-la. Would isə demişdim də, keçmişə nəzərən gələcək. Yəni atlayardı. Ona görə gərək A-nı götürək. C ilə Y-ni götürmək olmaz. Keçək 65-ə. Deməli 65. New hansı zamandır? Yenə də soruşuram. Keçmiş, elə deyil. Keçmiş sadə zaman. New-yə görə A-nı atdınız. Necə? Hə, past. Deməli, new uşaqlar have lived getdi, have lived getdi. Niyə görə gedir? Çünki indiki zamandadır. C-dəki live də gedir. Okey, sildim. Bayaq kim idisə bunu deyildi. Ya, bax, sinsin bir uzlaşması. Sinzdən sonra uşaqlar, əgər boşluq qoyublarsa zaman testlərində, özündən sonra mütləq gəlməlidir past simple. Yəni, əgər sinzdən sonra boşluq qoyublarsa, özündən sonra mütləq nə gəlməlidir? Past simple. Bunu unutmayın. Amma əvvəli bitmiş ola bilər. Bitmiş. Burada keçmişdə ola bilər. Keçmiş bitmiş yəni. Amma yerin çatar, çatdı. Amma indiki də ola bilər. Konkret olaraq dediyim qayda nədir? Past simple gəlir sinzdən sonra. Bu konkret. Amma əvvəlində indiki də ola bilər, keçmişdə. Onu necə müəyyənləşdirirsiniz? Testə gələk deyim oradan. Bax, A-nı, B-ni, C-ni zaten çıxdınız. Elə deyil, New-yə görə bunlar uzlaşmadılar. Yerdə qaldı D ilə Y variant uşaqlar. Sinzdən sonra da biz dedik ki, nə gəlməlidir konkret? Keçmiş sadə. O da D-də görürsünüz, have moved yazıb deyə səhvdir, qalır Y variantı. İndi desəz, bəs müəllim, mən nə vaxt B-ni götürərdim? Bax, fikir verin, B də düz uzlaşmaqda. Sinzdən sonra gələ bilər keçmiş sadə, əvvəlində indiki bitmiş olsun. O vaxt götürərdiniz ki, uşaqlar, buradakı new sözünü görürsünüz, we knew that. Bax, bu cümlə olmasaydı əgər, bax, fikir verin, we knew that. Bu cümlə olmasaydı, sən B-ni yazacaqdın, Y-ni yox. Yəni, beyninizdə belə şey edin də bunu yadda saxlayın. Since olan testlərdə, yəni bu tipli testlərdə, əgər bu boşluqdan əvvəl, birinci boşluqdan əvvəl keçmişlə bağlı hansısa bir mənə şey verirsə, məlumat verirsə, o zaman belə deyək də, o söz var ya, kör-kör, gör-gör. New-yə görə gətirib bura indiki bitmişi yazmaram axı. Götürməliyim keçmişi. Uzlaşdırıram nə ilə? Keçmiş bitmişlə. Amma we knew that, bu olmasaydı əgər, onda uca bilməyəcəkdim də, bu iş bitib, hələ bitməyib.
O baxımdan götürəcəkdim beyin. Fikrim aydındır uşaqlar nə demək istəyirəm. Sualınız varsa deyin. Başa düşdün? 67. Uşaq 67-ni çox rahat bir çıxdaş üsul deyə bilərəm sizə. Bax, mən sizə bayaqlar dedim, which şeydir də, nisbə vəzif, elə deyil. Which-dən əvvəl gələn mail sözündən which-dən sonraki xəbər nə eləməlidir? Nə eləyirlər? Uzlaşırlar. Elə deyil. Bax, yadınızda saxlayırsınız. Who-dur, which-dir, sonra that ola bilər, məsələn. O nisbi əvəzləri görəndə bilin ki, onun əvvəlindəki sözlə which-dən sonra gələn o xəbər uzlaşmalıdır. Mail təkdə olduğuna görə sən hərf yaza bilməsən həz olardı. Were olmazdı, was olardı. Nə bilim, C-də hərf yox, həz olardı. Bunlar getdi öz işinə, qaldı D ilə Y variantı. Ücret D ilə Y-yə də gələndə uşaqlar, mail bilirsiniz də, bax yenə həmin məsələ. Mail mesajdır. Cansız bir şeydir, elə deyil. Sən bunu cavablanıb deyə bilərsən və yaxud da cavablanılmayıb. Yəni məhsulda verməlisən. Məhsul növü üçündə mənə nə lazımdır bitmişdə? Ortaya been salmaq. Hasn't been answered. Ona görə Y-ni götürürəm. D-ni götürmək olmaz. Hı -hı. Hı. Baxaq. Hı -hı. Uşaqlar, ümumiyyətlə, bu cümlənin sonuna bir dənə baxın. 2009 var, elə deyil. Dəqiq zaman verəndə nəyi götürmək lazımdır? Keçmiş sadəni. Ona görə mütləq əvvələ keçmiş sadə verməliyik. Amma, burada hər halda D variantı çıxıb, o sənin beynini qarışdırıb. Bu, bu bilirsən nədir? Məsələ deyim sənə. Until then, burada bizim o dediyimiz zaman bağlayıcısı var ya, ondan deyil. Sən necə onu götür, until-i və yaxud da o digərlərini də. Bax, since necə ortada oldu? Əgər məsələn, until ortada durub, bir cümlə daxilində söhbət gedir, ha, diqqətlə bax. Əgər until ortada durub, bir cümlə daxilində, until-dən sonra 3 nöqtə qoyub, əvvəlinə də 3 nöqtə qoyursa, bu bizim dediyimiz qaydadır. Aydındır? Amma bu hissəyə bax, burada until-dən nə başlayıb burada? Təzə bir cümlə və mənası da o vaxta qədər anlamını verir. Yəni elə bir bizim dediyimizdən bir bağlaca fərqlənir. Ona görə D-ni götürmək olar. Burada amma nəsə başqa da desən, 71 var idi, yoxsa? Yoxsa onda 77-yə baxıram uşaqlar. Uşaqlar 77-dən bunu bayaq əyanədə baxdıq. Orada belə demişdim əslində. Sadə versiya kimi düşündüm. Yəni hər şeyi qoyuram kənara. This house. Söhbət nədən gedir? House nə deməkdir? Sonra yenə də o biri tərəfdə it yazıblar. Yenə söhbət nədən gedir? Evdən. Elə deyil. İndi uşaqlar, paint də bilirsiniz ki, rəngləməkdir. Və mən yenə gəlirəm məhsul növə. Əgər məndə cansız veriblərsə, hər iki tərəfdə, deməli, hər iki boşluqda nə olmalıdır bu? Məhsulda. Yəni, sən variantda elə bir variant götürməlisən ki, mütləq sən hər iki tərəfini məhsul versin. Məsələn, A variantında, okey, birinci məhsuldadır, keçmişin məhsulu. Amma ikinci tərəf məhsul deyil. B-də isə ikinci məhsulda verilir, was painted. Amma birincini məhsul verməyiblər. C-də problem nədir? C-də əslində hər iki tərəf məhsuldur. Amma, axı V-dən sonra indiki bitmiş gəlməzdi. C-ni ona görə atıram gedir. İndi ora gələcəm uşaqlar, nə səbir olun. Bir də nəyi çıxdaş eləyirdim? Hə, bir də uşaqlar, Y-də də məhsuldur da. Amma Y-ni problem eləyən məqam bilirsiniz nədir? 2 years ago. Bu hansı zamanı göstərir? 2 years ago. Keçmiş sadəni.
Sən onu hədbinlə verə bilməzsən. 2 years ago keçmiş sadənin şeyidir, zaman zərfidir. İndi gəldim Mirtağının sualına uşaqlar. Biz C-ni ona görə çıxdıq ki, V-dən sonra indiki bitmiş gəlməz. İndi haqlı olaraq sual verir ki, bəs axı V-dən sonra bildə gəlmirdi. Uşaqlar, burada və burada biraz yenə o həmin dediyimiz qaydadan haşiyə çıxırıq ya kənara çıxırıq. I don't know. Mən bilmirəm. Nəyi? Bu uşaqlar tamamlıq budaq cümləsidir. Bizim indiyə qədər baxdıqlarımız və bayaqdan mən də deyirdim, zaman. Zaman budaq cümlələridir. Bax, orada V-dən sonra gələcək zaman da gəlmir. Zaman budaq cümləsində. Amma tamamlığı olanda, məsələn, o da necə olur? Desəz ki, müəllim, mən bunu nə bilim, hardan bilim? İndi uşaqlar, azdan çoxdan belə deyək də, cümləyə baxanda, məsələn, yazır I ask. Mən ask nə deməkdir? Mən soruşuram, ya xahiş edirəm, nəyi? I wonder, mən bilmək istəyirəm, nəyi? Ya nə bilim, I tell, mən deyirəm, nəyi? Yəni, əgər V-dən əvvəlki cümlədə nəyi sualına cavab verirsə, o gedir tamamlıq budaq cümlələri. Və orada artıq uşaqlar, siz V-dən sonra gələcək zaman götürərsiniz. Bu belə, bir də əlavə olaraq nəyi deyim sizə? İstər zaman olsun, istər tamamlıq, fərqi yoxdur. Yadda saxlayın ki, indiki bitmiş zaman vermək olmur verilən. İstər tamamlıq olsun, istər zaman. Heç bir fərqi yox. Yəni, ən azından o da yadınızda qalsa, yəni tamamlığı zadı qoyuram kənara. Yəni, V-ni harada gördün, ümumiyyətlə indiki bitmiş olmur. Yəni, o baxımdan da C-ni çıxdaş eləyib ən pis variantda, indi yadından çıxarsam belə, D-ni götürə bilərdim. İndi hesab edirəm ki, Y-ni də o 2 years ago-ya görə çıxdaş eləmişsən də, düşünürəm. Çünki ago, yenə deyirəm uşaqlar, konkret, keçmiş sadə zaman. Bitmiş zaman deyil ago. Bu aydındır, yoxsa bir də deyim. Kimə qaranlıq qalsa soruşsun. Hı. Sonra neçəyə baxaq onda? Kimdə var uşaqlar? 1, 79. Bir dənə ona baxaq. 84-ə gəlir. Uşaqlar 79-da baxın since var. Elə deyil. Since-dən sonra konkret hansı zaman gəlir? Bayaq yazdım. Ən azından həzbota görə A gedər, həzbota görə Y gedər. Ən axırıncı hissəni deyirəm ha. Yəni, üçüncü hissədə biz dedik ki, since-dən sonra boşluq qoyubsa, zamanlardan mən keçmiş sadəni konkret götürərəm. A-nı və Y-ni atdım. Okay. Sonra uşaqlar, since-dən sonra keçmiş sadə gəldi. Bəs əvvəlinə nə qoyurdum? Bitmişlərdən birini, elə deyil. Ya indiki bitmişi, ya keçmişi. Məsələn, B variantına baxın. Okay. Bot mənim şərtimi ödəyir. Amma wasn't ödəmir axı. Was keçmişdi. Mənə nə lazımdır burada? Ya keçmiş bitmiş, ya indiki bitmiş. Eyni ilə D variantı da mənim şərtimi ödəmir. Bax, bot okay, ödədi. Since-dən sonra gəldi. Axı, əvvəlində wasn't-ı qoysan bitmişdi, yaranmır. Doğru cavabında nə qalır? C variantı. Hı -hı. Bu aydındır. Kim səhv etsə başa düşdü. Olar. Tabii, yenə də həmin məsələdir. Bax, since, görə bilirsiniz. Since-dən sonra keçmiş sadə zaman gəlir. Have come, has come, comes. Bunların hamısını çıxdınız. Qaldım B ilə Y arasında. Keçmiş sadə gəldi. Okay. Came. B ilə Y-də. Amma əvvəli nədə olmalıydı? Bax, gətirəm yenə testə. Daha doğrusu G-də. Nə yazmışam əvvəlinə? Ya keçmişin bitmişi, ya da indikinin bitmişi. Deməli, onda hansı variant olur? B variant. Olar, hə. İstifadə etmək olar. Sonra olar. 85-i gəlin belə baxaq. Talks burada cəmdədir, elə deyil. Is over, was over, is over demək olmaz. Çünki talks cəmdədir də. Mən onu axı islə, wasla, islə verə bilmərəm.
Rahat formada A-nı, B-ni, C-ni çıxdı. Sonra qalır D ilə Y variantı. İndi görək nəyi götürərəm. Həm də afterdən sonra biz demişdik, will shall nə eləmir? Mütləq olmur. Elə deyil. O da getdi. Qalır hansı variant? D. Aydındır. Sonra neçə dediniz uşaqlar? 87. Neçə dediniz? Hı. Uşaqlar 87-də də gəlim. Uzlaşmaya baxaq. A-nı çıxıram volt izə görə olmaz. C-ni də çıxıram, uzlaşma yoxdur. Yenə də burada uşaqlar mənaya baxmaq lazımdır. Yəni A-nı C-ni atdıq, okey. B, D, Y arasında gərək bunu bir balaca tərcümə eləyək. Bu demək istəyir ki, mən küçədə gəzərkən davam etdi zaman bölüşü. Was walking. Qəfildən addım səsləri eşitdim mənim arxamda. Kimsə məni izləyirdi. O biri tərəfdə davam etdi olmalıdır. Küçədə gəzərkən davam edilmişdi hərəkət. Bu gəzirmiş. Addım səsləri eşidir. Bu bir tərəfli uşaqlar. Somebody deməli was following me. İndi sizə bir dənə də bir söz deyim. İndi hər şeydə qoyuram kənara uşaqlar. Görüm sadələşmiş bir cəhətdə nə eləmək olar. Baxın, çıxdıq A-nı və C-ni zaman uzlaşmasına görə çıxdıq. İndi gəlin belə eləyək də. When özündən sonra keçmiş sadə gətirirsə burada, əksərən baş cümlədə davam etdi zaman qoyurlar. Və belə də demək olar. Mən orada heard-ü görmədim. Yəni, əgər when-dən sonra keçmiş sadə zaman gəlirsə, demirəm ha həmişə. Əksərən özündən əvvəl davam edici olur. Keçmiş davam edici. Belə. Bəzən keçmiş bitmiş də ola bilir uşaqlar. Problem yox, istifadə eləyirlər. Amma burada keçmiş bitmişin mənası düz gəlmir də. Çünki keçmiş bitmiş nə deməkdir? Lap əvvəldir. Yəni ki, keçmiş sadədən də əvvələ gedir. Yəni bu birinci küçəyə çıxsın, gəzsin, sonra eşitsin də. Küçəyə çıxmadan necə ola bilər eşitsin səsləri? Ona görə keçmiş bitmiş ümumiyyətlə tərcümə olaraq da düz gəlməz. Götürərəm beyin. Sonra neçə dediniz? Birdən sonra keçmiş sadə. Sonra var 91. Deməli 91-də mən belə baxaq da, belə eləyək. Üçüncü tərəfə baxaq. Çünki ən azından 2 dənə variant çıxmaq olur. In a short time, qısa müddətdə ol burada hər şey deməkdir. Yenə də hər şey uşaqlar məhcullar verilməlidir. Hər şey dağıdılıb anlamında, məhv edilib. Məsələn, A variantına baxın, məhsul deyil. D-də də destroyed məhsul deyil. A-la D-ni çıxdım. Y-də qalır B, C, Y. B, C, Y-də də uşaqlar B, C, Y. Görürsünüz, yenə də bu uzlaşma var. Üçündə də. Amma mən gərək tərcümə edeyim. Deyir ki, Napolyon, tərcümədən əlavə yeni də gəlin çıxaq da. Elə deyil, V-dən sonra birbaşa nə gəlmirdi? Bitmiş zaman gəlmirdi. Bax, hədriçə görə, reached daha doğrusu, Y də getdi. A, D, Y gedir, qalır B ilə C. İndi uşaqlar, C-ni nəyə görə çıxaram? Bax, mən bayaq da dedim, keçmiş bitmiş, keçmiş sadədən də əvvəldə olan bir zamandır. Bir daha deyirəm. Keçmiş bitmiş, keçmiş sadədən də əvvəl. Deyir ki, Napolyon şəhərə çatanda gördü ki, şəhər alov içərisindədir. Elə deyil, flame nə deməkdir? Alovlar içərisində. Sən əgər bura hədsin yazsan, o anlama gəlir ki, bu şəhərə çatmadan görür. Yəni, bu insan birinci bir şəhərə ayağını qoysun, elə deyil. Sonra bu alovları görməyə çalışsın da. Şəhərə girmədən alovu necə görə bilər? Hədsini yazsan əgər, C variantını götürsən, o anlama gəlir ki, şəhərə girmədən nə eləyir? Alovları görmüş olur. Bu da düz deyil. Yəni, məsələn, tutaq ki, deyək,
Evdə nəsə bir iş baş verir, elə deyil. Sən bu qapını açıb evə girməyincə o işi görə bilərsən, nə olur orada? Ya nə bilim, işdə olsun, fərqi yoxdur, hər yerdə ola bilər. Nəsə bir hadisə olur, Allah eləməsin. Bir gərək girəsən, sonra görəsən də. Girməmiş mən necə görə bilərəm? O baxımdan C-ni vermək olmur. Bax, keçmiş bitmişlə keçmiş sadə arasında uşaqlar o fərqi tutmağa çalışma, bir daha deyirəm. Keçmiş bitmiş, keçmiş sadədən, yəni past simple-dan daha öncə olan zaman. Yəni dində də ən çox düşən versiyalardan biridir. Bax bu 91 tipli. Belə bir verir sənə. Bax sən A-nı məsələn çıxa bilirsən rahat. Ən azından məhsul növü bilirsənsə, baxırsan ki, sondakı ol hər şey deməkdir. Hər şey də cansızdır. O dağıdıldı olar. Ona görə had destroyed yox, had been. A getdi. D-də məsələn ən azından sonda was destroyed yazardılar, yenə məhsulda. Y-ni də ki, bayaq dedik, when-dən sonra birbaşa bitmiş zaman gəlmir. Çıxdın, B ilə C arasında o fərqi tutmaq lazımdır ki, bu şəhərə çatanda, yəni Napoleon şəhərə deyir, çatanda gördü ki, şəhər nədir? Alovlar içindədir. Çatanda görür. Da çatmamış necə görə bilər? Ona görə C-ni götürə bilmirəm, qalır variantım B. Yaxşı. Sonra neçə dediniz? 97. 93. Görək nəyə götürə bilərik. Uşaqlar, her feelings cəmdədir, elə deyil. Has been, is, was. Bunlarla vermək olmaz. Avtomatik bu variantlarda çıxıram mən. Bax, bir daha deyirəm. Her feelings cəmdədir. Has-la, was-la, is-la verə bilmirəm. Böyük ehtimal Y-ni götürərəm. O, deməli, qəmgin idi. Hisslər onu dərindən incitmişdi. Her feelings had been deeply hurt. Had been deeply hurt. Çünki uşaqlar, her feelings, yəni hissi incitmək olmur da, elə deyil. O baxımdan məhsulda vermək daha düzdür. Had been deeply hurt. Cansız olduğuna görə. Ona görə D-ni götürmək olmur, Y-ni yazarım. Doksan beş və 97. Görək, burada nəyə götürə bilərəm? Məsələn, uşaqlar, mən burada birinci çıxış eləyərəm nəyi? Doz görə bilirsiniz yenə. Bax, o cəmdədir, elə deyil, insanları bildirir də. Yəni ki, ümumiyyətlə, belə testlər görəndə doz özündən sonra who gəlirsə, bilin, insanları göstərir. Də indi heç laf insanın göstərdiyini bilmirsən, fərz eləyək. Yəni, insanları tutaq heç göstərmir, məsələn deyirəm. Doz onsuz cəmdə olmalıdır. Elə deyil. Ona görə, özdə burada hər iki hissə var, birinci boşluqda, ikinci boşluqda. Bu dozdan asılıdır, yəni cəmdə. Ona görə sənin xəbərlərin təkdə ola bilməz. Bax, harada tək xəbər var, çıx. Bax, C variantında var, Lawrence getdi. B-də var, Faiz Lawrence təkdədir, getdi. D-də has var, təkdə. Y-də has var, təkdə. Qalır hansı variant? A variant. Və 97 uşaqlar. 97 də 2021-də, 2021-in o yadıma salım. Ya qış imtahanında qəbula düşüb. Bunu kitabda da görmüsünüz. Baxın, uzlaşmaya görə, bir cümlə daxilində olduğuna görə uzlaşma olmalıdır burada. A-nı atıram, indiki zaman keçmişlərən uzlaşma. B-ni atıram, yenə bax, uzlaşma yoxdur. Didn't var, is var, was var. Bir də D-ni atıram, didn't, was, has var. Yenə uzlaşma olmadı. İndi qalıram uşaqlar C ilə Y arasında. Yazmayanlardan kim deyər? C olar yoxsa Y? C olar, bəli. Niyə? Gəldik yenə həmin məsələyə. Keçmiş bitmişlə, keçmiş sadənin nə ilə? Müqayisəsini. Yəni, uşaqlar, birinci nəsə baş versin ki, bax, what had happened? Yəni, nəsə birinci baş verməlidir ki, sonra mən onu ya anlamağa çalışmalıyam, ya da çalışmamalıyam. Yəni, ikisindən biri.
Ya başa düşməliyəm, ya düşməməliyəm. O baxımdan burada C variantı doğru cavab. Ki, what had happened? Deyir, bir müddət o başa düşmədi. Hardadır? O hardadır və nə baş verib? Yəni, nəyin baş verməsi düşür əvvələ. Yəni, nəsə olub ki, mən bunu anlamağa çalışıram da. İndi özünüz də real olaraq fikirləşin də. Məsələn, real həyatı götürək. Məsələn, real həyatda nəsə olmalıdır. Ya xoş bir hadisə, ya nə pis hadisə, fərqi yoxdur. Birinci, bu baş verməlidir ki, sən bunun haqqında düşünəsən. Baş vermədən oturub düşünürük nəyinsə haqqında? Yox. O baxımdan ən axırıncı hissə, yəni belə deyək də, ən birinci baş verəndir. Birinci baş verən hərəkət də ingilis dilində həmişə hansı zamanda olur? Keçmişlərdə. Keçmiş bitmişdə. Ona görə doğru cavabın qalır C variantı. Çünki Y-ni götürə bilmirsin. Aydındır fikrim. Mütabildir. Uşaqlar yoxdursa, ilk gün açdıraq. Varsa deyin. Bitdi sizin də suallarınız. 99. Uşaqlar 99-da baxın, çıxaram mən yenə nəyi? Have-i, çünki zaman uzlaşmır, bu özünüz də görürsünüz. C-ni çıxaram, had been met formasında vermək olmaz. Mən onu hardasa görmüşəm deyərəm də. Yəni, had been met o deməkdir ki, görülmüşəm, qarşılaşılmışam kimi. Heç düz gəlmir. Ona görə C-ni də çıxıram, had been met düz deyil. D-ni də zaman uzlaşmasına görə çıxdım. Hə, Y-ni də çıxaram hətta. Seems görə bilirsən hansı zamandadır? İndiki. Keçmişlə indiki də olmaz. Qaldım A-dan B arasında. İndi uşaqlar, bax yenə keçmiş bitmiş, keçmiş sadə. Əgər mən deyirəmsə ki, seemed o deməkdir ki, mənə elə gəldi ki, seem görünmək deməkdir. Mənə elə göründü ki, və yaxud da mənə elə gəldi ki, mən onu hardasa görmüşəm. Yəni əvvəl nə eləmişəm? Hardasa onu görmüşəm. Deməli, daha əvvəl baş verən, birinci baş verən hərəkət hansı zamanda olurdu? Keçmiş bitmişdə. Elə deyil. Ona görə B-ni götürərəm yenə. Aydındır. Uşaqlar, bitdi səhviniz. Bir dənə 102-ni deyin, yekunlaşdıraq. 102-də nə olar? Hansı variantı göstərir 102-də? Baxın. Hı -hı. Bunu nəyə görə sual verdim? Bəli, as soon as da bağlayıcıdır. Elə deyil, till, until, as soon as eyni şeylərdir. Özündən sonra would olmaz, will olmaz. Okey, 2 ilə 5-i çıxdınız. Tələbələr burada, sözü 3-ü də çıxdınız uşaqlar. Niyə görə? Hadlə arrives uzlaşmır deyə. Mən səhv testi verdim. 101-i verəcəkdim deyəsin. Hə, deyirəm də. Bayaq keçən şeydə, əyan dərsdə 3-ü də götürmüşlər. Baxın, deyir ki, müəllim uzlaşır da, had both keçmişdi, past də keçmişdi. Amma sizə mən bir dənə bir şey deyim, 4 dənə bağlayıcı var. Bunlar deyirlər sadə bağlayıcılar. Till, until, while, bir də as soon as. Uşaqlar, bu 4 bağlayıcı ilə, 4-ünü, bu 4 zaman bağlayıcısı ilə nə sağında, nə solunda ümumiyyətlə bitmiş zaman olmaz. Unutmayın. Uzlaşma olsa belə. Deməli, bu 4 dənə zaman bağlayıcısını yadında saxlayıram. Yanına da yazım. İstəsəz SS götürün. Bitmiş zamanları sevmir. Sevmir deyib üstündə rəngləyir. Və bu till, until, while, as soon as bitmiş zamanlarından istifadə olunmaz. Yaxşı. İndi keçirəm testə. Bax, görürsünüz, as soon as var deyə ümumiyyətlə nə özündən əvvəl, nə özündən sonra uzlaşma oldu, olmadı. Məsələn, had both götürə bilmərəm. Ya məsələn gəlirəm 102-də had been götürmək olmaz as soon as-ə görə. Ya məsələn 103-də yoxdur, 104-də görə var, 104-də də yox imiş. Belə ki götürmək olmaz.